Demək, davam edirik. Axırıncı videoda belə deyək. Dünyada səadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Baxın, burada hansı cümlə üzvləri təmcizdir? Deməli, bərqərar etməlidir. Kim? Xalq və millətlər. Burada mübtəda var. Nəyi bərqərar etməlidir? Səadəti, birliyi, qardaşlıqda tamamlıq. Cavabımız E variantı. Əlavənin hansı cümlə üzvlərinə baxaq. Səmanın dərinliklərində yəni ağ buludların arxasında. Bu nə olacaq? Arada zərflik 3. O günlərin xatirəsi hələ bizimlə. Biz kim imişik? Qanlı günlərin şahidləri ilədir. Bu dır, bizimlədir. Buna gəlir, deməli bu xəbərdir. 3-4. Leyli Məcnun operası ölməz, yəni Üzeyir Hacıbayevin ölməz əsəri. Bu da mübtəda olacaq. 1. Aşıq Səfər sazı. Yəni dostunun yadigarını götürdü. Nəyi götürdü? Sazı, dostunun yadigarını. Bu da cavabımız oldu nə? Tamamlıq 2. 3, 4, 1, 2. Burada nədir cavab? D variantı. Sonra günəş qalxıb dağları, meşələr brilliant kimi şəffaf işığa qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünür. Baxaq. Hər iki cümlədə şəxsə kəmiyyətə görə dəyişə bilər. Yəni təsviflənən və təsviflənməyən var. Baxaq, qalxıb təsviflənməyəndir. Bu da təsviflənəndir, qərq etmək. Bu tərəfdə qaçan təsviflənməyəndir. Sürünürdür, təsviflənən. Birimiz doğrudur. Bunları silək. Qayıdış növdə olan ikinci cümlədə qayıdış növdə olan feil sürünmək. Keçmiş zamandadır. Burada ırdı olanda, ırdı, ardı olanda belə olduğu zaman indiki zaman olur bunlar. Demək ki, səhvdir. Deyir, hər iki cümlənin qrammatik əsası söz birləşməsidir. Qrammatik əsas nədir? Xəbər. Belə xəbər, mübtəda xəbər deyil axı, qərq etmək olmaz. Birinci cümlədə işlənən bütün sözlər quruluş növü eynidir. Qərq etdi mürəkkəbdir, qalxıb sadədir. Elə buradan görürük ki, səhvdir. İkinci cümlədə zərf və zərflik var. Sürətlə zərfdir. Elə zərflik də olur da bu. Qərbə tərəfdə, sürətlə də bu doğrudur. İkinci cümlədə sözlərin hər biri fərqli nitq hissəsidir. Düzəltmə sözləri hansılardır? Baxaq, buradan silək. Sürünürdü feildir. Sürətlə zərfdir. Başqa da yoxdur. Bu da doğrudur. Görün, video gedirmi? Bəli. Bir hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən sözlər var. Nə maraqlıdır? Tutaq bu sual olsaydı, nə maraqlıdır? Onda əvəzliyi olardı. Bir də deyim, nə maraqlıdır? Demək ki, cür düşündüm. Nə yaxşı insandır? Biz deyə bilərik sual işarəti. Nə yaxşı insandır? Şimdi kim nə yaxşı insandır deyərdik də. Bu olmaz. Yəni bu bir dənə düşünürdük, 2 dənə olmaz. Ancaq sən bu suala cavab vermədin. Yəni ədat kimi. Bir də hamı cavab verdi, ancaq sən cavab vermədin. Ədat bağlı. Elə oturmuşdu ki, narahat olmaya başladıq. Yəni burada ədatdır. Bir də elə oturmuşdu ki, yəni necə oturubsa, indi artıq narahat olmuşuq. Bizdən sonra danışarlar. Əvəzlik zərf kimi bizdən sonra danışar. Bu da qoşma kimi cavabımız olur. 1, 3, 4, 5. Deyirəm ki, demədik. Əvvəl də bu hadisə yaydan əvvəl baş vermişdi. Başqa cür onu düşünmək olmur. Yamaclar təzə açılan bahar çiçəkləri ilə doluydu. Bizdən nə istəyir? Bu fikirlər. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə çırpırdı. Birinci cümləyə aid olanlar. Bütün cümlə üzvləri sintaktik əlaqədədir. Belə şey mi olar? Bütün hamısı bir-biri ilə. Olmur axı. Yamaclar təzə heç əlaqədə deyil. Bir getdi. Xəbər sifət. Baxaq, xəbər nədir? Doluydu. Düzdür. Təyin isə fe'li sifət tərkibidir. Bahar, hansı bahar? Bahar çiçəkləri ilə hansı bahar çiçəyi təzə açan. Bu doğrudur. İndi buradan səhvləri tapasıq. Buradan doğru. Qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür. Qoşma ilə işlənmiş. Necə güllə kimi və xəbərlə əlaqədir. Xəbərlə yox. Bura gəlir.
Yəni xəbərlə əlaqədar deyil. Ona görə 3 yanlışdır, amma bizə düz yanlış lazım idi burada. Tamamlıqlar ismi birləşmədirmi? Burada tamamlıq var. İsmi birləşmə deməli birinci cümləyə aid olur. İkinci cümləyə aid yanlış fikir. Baxaq. Nəyi onun üzünə, bax bunlar hamısı doğrudur, yəni səhv deyil. Ağacların budaqlarında. Mübtədanın ifadə vasitəsi isimdir. Külək, burada da yamaç. Bu da doğrudur. 2, 3, 5 düzdür. Bütün ikinci dərəcə cümlə üzvləri vardır. Elə birinciyə baxırıq ki, orada zərflik yox. Cavabımız oldu nə? 2, 3, 5. Könül bir quşdur ki, sevməz əsarət, daim çırpınır, istəyir hürriyyət. Bütün feillər xəbər şəklində indiki zamandadır. Sevər, sevməz. Bu gələcək zamandadır. Deməli, bir səhvdir. Feillərdən biri qayıdış, ikisi məlumdur. Sevməz məlum, istəyir məlum, çırpınmaq isə qayıdışdır. Bu doğrudur. Bütün feillərdə iki şəkilçi var deyir. İstəyirdə cəmi bir dənə daxı. Deməli, bu səhvdir. Heç birinin kökü homonim deyil. İstə, sev, çırp. Məncə homonim deyil bunlar. Heç biri homonim deyil. Məncə doğrudur bu. Məlum növdə olan feillərdən biri sadə, digəri isə mürəkkəbdir. Deməli, məlum növdə olan feillər hansıdır? Sevməz, bir də hürriyyət. Düzdür? Bunlardan deyil, biri sadə, digəri düzəltmədir. Yox, ikisi də sadədir. Bu da səhvdir. Sonra feillərdən biri inkarda, biri təsdiqdə. Sevməz, istək, çırpın. Bəli. Bu da doğrudur. Üzr istəyirəm. Frazoloji birləşmənin sinonimliyini deyir. Baxaq burada. Bir dəqiqə bunu. Bəli, deməli davam edirik. Burada cavab 2, 4, 6 dedik. Boynundan atmaq, yaxasını kənara çəkmək deyil, düzdür. Cin atına minmək, zəncir çeynəmək, 2B, həm də hirsi başına vurmaq. Bu da düzdür. 1D, 2B'yi, sonra gözünə kül üfürmək, gözündən pərdə atmaq. Deməli D, B, Y, A. Deməli, bizim dostumuzun 2 dənə səhvi var. Belə, yəqin ki, bütün sualları izah elədim. Sağ olun.